Salam, xoş gördük hər birinizi. Bugün tez-tez evdə hazırladığım kurabiyə reseptini sizlərlə bölüşmək istədim. Bizə lazım olacaq ərzaqlar: 250 qram kərə yağı, 1 ədəd yumurta, 100 qram duru yağ, 100 qram şəkər pudrası, 1 ədəd vanilin, 1 paçka qabartma tozu, 500 qram da un. Bunları yaxşıca qarışdırırıq. Ələ yapışmayan çox yumşaq bir xəmir alındı. Onlardan bu qayda videoda gördüyünüz kimi balaca kündələr tutdum. Bu ölçüdə məndə 30 dənə alındı. Videoda gördüyünüz kimi oxla yardımı ilə belə dəliklər açdım ki, daha sonra ora mən cem əlavə elədim. 160 dərəcəli sobada 20-25 dəqiqəyə hazır olur. Dadı da, görünüşü də çox gözəldir. Pişirən hər kəsə nuş olsun. Onu da qeyd etmək istəyirəm ki, bu bizim kanalımızın ilk videosudur. Kanalımıza abunə olmağı, öz yaxınlarınızla da bölüşməyi unutmayın. Sağ olun, Allah'a əmanət olun.